Onu 2023-cü ildə, mənim o vaxtı 14 yaşım var idi və 9-cu sinifdə idim. Açığı bilmirdim nə edə bilərəm. Çünki mən eşitmişdim ki, çox uşaq nəsə etmək istəyir, könüllü olmaq istəyir. Amma onların yaş həddi onları bunu etməkdən yoldan çıxardır. Və mən düşündüm ki, mən buna son qoymalıyam və mənim cəmiyyətimdə heç bir yaş həddi olmayacaq. Belə bir uşaqlarımıza görə də cəmiyyəti açdım. Orada artıq fərqli nüfuzlu və small scale, large scale tədbirlər təşkil etməyə başladıq. O festivallar, fərqli forumlar, fərqli workshoplar, gənclər üçün, tələbələr üçün, xüsusi qayğı ehtiyacı olanlar üçün, sığınacaqdan uşaqlar üçün, autizm, Down sindromlu uşaqlar üçün, ümumiyyətlə bütün uşaqlar üçün tədbirlər təşkil etməyə başladıq və mən birinci gündən bu günə qədər demişdim, deyirəm və deyəcəm də ki, bu cəmiyyət uşaqlardan ibarət olacaq. Yəni mənə hamı deyirdi, bəs sən niyə valideynlərin adına eləmirsən? Bəlkə valideynlərin dəstəyi olar, böyüklər dəstəyi olar, komandaya yetişkin insanları götür. Və mən dedim ki, axı bunun bütün pointi uşaqlardan təsis olunmuş cəmiyyətdir. Ona görə də ki, belə də davam etdim. Və inandırım sizi, Hong Kongda uçanda inşallah orada da davam etdirməyə planlaşdırıram. Biz artıq Azərbaycan komandamızı yenilədik. Beynəlxalq layihələrə inteqrasiya etmək istəyirəm. İstəyirəm ki, Azərbaycanı beynəlxalq miqyasda Azərbaycanın uşaqlarını, gənclərini daha da yaxşı tanıdaq və bu cəmiyyət buna böyük bir yol aça bilər. Ondan sonra research, çox insan, uşaq və tələbə universitetə qəbul almaqdan əvvəl və sənədləri göndərəndə research, tədqiqat işi aparmaq istəyir. Açığı mən çox çalışdım. Elə eyni 14 yaşım olanda mən düşündüm ki, tamam, məktəb əla, gradelər əladır, GPA də əladır. GPA-m bu arada 5 çıxdı. Fərqlənmə attestatı ilə qurtardım məktəbi. Bu əladır. Amma bundan başqa tədqiqat işi də olmalıdır. Çünki ABŞ-dır, Hong Kongdur, Çindir, Avropadır, ekstrakurikulyara çox sərt baxır. Və tədqiqat işi mühüm rol oynayır orada.